Üzümü bastıracağım dikinə. Əyri yox da dikinə. Elə dərin edirəm ki dikinə başım yerə girsin. Çay verin də vermişim. Lomu var. Lomu yox lomu yoxdur. Durba taxtı getdi durba ilə. Lom yoxdur. Bura haradır? Bura Güloğlular kəndi. Bura Güloğlular kəndidir. Da kəndlikdən çıxıb uşaqlar da, kənd deyil. Da kənddən keçibdi. O vaxtı kənd idi. 20 il bundan qabaq. İndi şəhərə birləşib da şəhərdir. Deyir uşaqlar, bax deyir ki, bu evin yiyəsi ilə danışdım. Deyir mən burada yaşamıram. Deyib gəlib getmirəm ora. Deyib bax bu tərəfə deyir dikinə düzdüyüm daşlar var. Dedi hamısını işlət getsin. Mən də ona görə kubika pul vermirəm. Nə işlədərəm. Bir də oradakı şey almışam, qırmızı kərpiş. Kanalizasiyanın içini işlədəcəm. Yerdə qalanda vuracam zaborun üstünə. Oradaki daş azdı. Orada deyir 500 tane daş var da. Usta da saydı dünənlər. Kanalizasiya tikirəm. Deyir bunları dənlə. Nətər çıxıb uşaqlar pəncərələrim. Xoşunuz gəldi. Necədir? Qəşəngdir. Mənə qum lazımdır uşaqlar. Qumum indi bitəcək. Kanalizasiya işlədəcək onu. Mənə 3 kon qum lazımdır. Deyir zaboru hördürməyə. Zaboru hördürməyə, yerdə qalan işlərimə. Bura bərdə. Suya bax. Dondum. İndi pəncərəni təmizləyəcəm, kuxnanın pəncərəsini. Buranın. Təmizləyim, qaz sirkasına sürtəcəm. Dünən yeri sildim, qəşək. Amma elə belə sildim də. İndi qəşək pəncərəni təmizləyim, bir reisdə güclü siləcəm. Qaça bax, yaxşı Nərmin xanım, boş üstü. Anı da çapmış bilirəm ki, deyir buradan. Görüm. Uşaqlar, Foresta Mebel'də Nərmin xanım yazıb ki, bu maşınları Bakıya şey aparıbdı, mebel aparıbdılar. Deyir ki, bu həftənin ya 3-cü günü, ya da 4-cü günü yataq dəstin səndədir. Deyir, izləyicilərin rahat olsun. İzləyicilərimi öldürüb Foresta Mebel. Nərmin xanımı başlıqlara verirlər. Deyir, bu həftənin ya 3 ya 4-cü günü mebel səndədir. Daha izləyicilərim Foresta Mebeli xırtdəyə yox, bax, bura yığıb. Nə olub sizə? Görmüsünüz başım keçəliyib mənim.
İndi ay uşaqlar, indi Foresta Mobil Mahilə yaxşılıq eləyir də. İndi siz də Foresta Mobildən gözəl alış-verişlər edərsiniz. İnşallah mebelim gələndə, mebelim gəlsin ya 3-cü ya 4-cü günü gələcək, qurulsun, qəşəng təmizləyim, beşimi yığım içinə, qəşəng bir video çəkib paylaşacağam. Ondan sonra da gedəcəm, bazar günü də Foresta Mobilə gedəcəm, qəşəng hamınızı da gözləyəcəm, statusumda paylaşacağım. Gəncədən kim varsa, kim gəlmək istəsə, mən də gələcəm ora, gəlin görüşək. Hamınızı Foresta Mobildə gözləyirəm. Ay uşaqlar, mən Foresta Mobil işə girdim, bilirsiniz. Hər bazar günü Foresta Mobildə olacağam. Amma maaş almayacağam da uşaqlar. Maaş almayacağam. Pulsuz işə girdim elə bir Foresta Mobildə. Bax, elə bilginən ki, sənin adınla kim nə? Qoy sabitləyim bu sözü oxuyum. O, sabitlənmədi. Sənin adından kim nə alsa bonus sənə, deyir ki, sənin adından kim nə alsa bonus sənə yığılacaq. Amma maaşı işləməyəcəm, uşaqlar pulsuz işləyəcəm. Deyin nətər pulsuz işləyəsən. Bax, məsəl üçün, mən hər həftə gedəcəm Foresta Mobil'i reklam eləməyə. Mən orada canlı açacağam, həm izləyicilərimlə görüşəcəm orada, həm gəzəcəm, həm ziyarət, həm ticarət. Elə bir günən ki, hər bazar günü gedəcəm Gəncəyə, Foresta Mobil'ə. Onlar mənə yataq dəsti verəcək. Ondan sonra, indi əgər satışları yaxşı olsa, kuxna dəsti verəcəklər. Mənə indi 2300 manatlıq yataq dəsti verirlər. İndi mən də onları hər həftə gedəcəm ora. Mobil, hətta mobil verir yəni. Az onlara nə var? Onların müdürləri elə belə adam deyil. Bir də gördün, dedi sağ, yataq dəsti verirəm. Yataq dəsti verir. İnşallah Nərmin xanım qurulsun, evində izləyicilərini də görər. Onların müdürləri var, bir də gördün, deyir, sağ kuxuna dəsti verdim, sağ zala dəsti verdim. Bir də gördün, deyir, cibinə pul qoydum. Onun müdürünə nə var? Deyir, o gün Gəncəyə getmişdim. Pulsuz bənasız şeyə getmişdim. Pul almamışdım onlara, pul istəməmişdim. Deyim, bu cürə divan hədiyyə verdilər. Mən də pulsuz getdim. Müdürlər bilsəm nə qayırdı? Dedi, alə, bunu qoy cibinə. Bax, belə adamdır. Mən bu mebeli onlardan pulla alırdım. Məndən pul almadılar. Hələ getdim, elə bir Gəncəyə cibimə də pul qoydum. İndi uşaqlar, orada nə alsaz mebellər. Üstündə hədiyyə, amma deyində Timan adı ilə gəlmişəm. Ondan sonra bir də deyin ki, məsələn, canlı yayımdan gəlmişik, hədiyyələr verirlər, indi al 2 ay sonra ödəyə saat bax verəyik. İndi bazar günü kim istəsə mən orada olacam, gələn bazar günü. Amma bəri başdan yazacağım da, statusumda paylaşacağım ki, yəni filan gün orada olacam. Kim gəlmək istəyir, gələr. Fərqi yoxdur, xanımlar, beylər. Gəlin mebellərə baxın da, görün keyfiyyət nə gözəldir onlar da. Nə məcburdur gəlib oradan mebel alırsınız. Gəl indi bax, 2 aydan sonra malarsan, 3 aydan sonra malarsan. Mən bir dəfə marketdə işləyirdim, uşaq idim. Oranın müdürü deyirdi ki, bura müştəri gələcək, arvad gələcək. Arvadlar gələcək deyir bura. Deyir gələcək, bütün vitrini dağıdacaq. Sənin zülüm çəkdiyin o vitrini, dənə-dənə yığıb sildiyin o vitrini dağıdacaq, götürəcək, qoyacaq yeri. Onun yerini buna qoyacaq, bunun yerini ona qoyacaq, əlini qoyacaq vəlin başına, əlini qoyacaq. Bütün mağazanı dağıdacaq, hər şeyə bir naz eləyəcək, bir kors eləyəcək, bir fırs eləyəcək, çıxıb gedəcək, deyir, heç nə almayacaq. Deyir, amma səhər gedib. O birisi qonşusuna deyəcək ki, bu birisi qonşusuna deyəcək, o padruqasına deyəcək, mən filan yerə getmişdim, belə bir şey görmüşdüm, orada hörmət gördüm, orada izzət gördüm. 1000 dənə sual verdim, deyir, mənə əsəbləşmədilər, nə bilim, heç nə, deyir, dağıtdım, çıxdım, gəldim, deyir, o birisi padruqasını da götürüb gələcək. Ona görə də deyir, müştəri ilə yaxşı raftar eləmək lazımdır. Əsas diqqətdir, bəli. Kuxna mebelini hələ yox seçməmişik. Əslində seçmişik. Prosto indi qoy görək, əgər satış eləsələr, mənə kuxna mebeli də verəcəklər. Çünki Nərmin xanım mənə atıbdır kuxna. Baxın, göstərəcəm sizə. Əgər alınsa, satışları olsa, bunu mənə verəcəklər. Qoy, baxın, Nərmin xanımla yazışmalarımda dururdu.
Əgər alınsa, bir saniyə göstərirəm sizə. Əgər alınsa bunu mənə hədiyyə edəcəklər. Yəni satışları olsa. Kulplar zadı yox, olmayacaq. Özü vakumdan açılır, bağlanır. Super. Az mən deyirəm, Foresta mebeldə elə belə şeylər yoxdur. Prosto onları mən deyirəm, telefonunuzu dəyişin, dəyişmirlər, ay bacı. Telefon çəkilişləri yaxşı deyil. Amma mebellərə içəri girsən adamın ağzı ayrı qalır. Telefonda baxırsan, ay Allah, deyirsən boz bulantıq bu nədir? Gedirsən içəri girsən adamın ağzı ayrı qalır. Adam içərdən çıxmaq istəmir. Xeyr, Hüseyin. Niyə dəyişirəm ki? O kafeldən mənəm deyən oğlanların evində o kafeldən yoxdur. Kafelin qiymətinə xəbərin var sənin. Kafel deyil o, orijinal Hindistanın metal keramikasıdır. Adı keramika gedir. Orijinaldır, o şey deyil. Bu yerə vurduğumdan deyil, 11 manata. Demək qapılı Yo, Foresta mebeldə keyfiyyətli olur. Baxın, bu başıla dönüm. Bu sən bildiyin şeylərdən deyil. Bu pahalı bir şeydir. Bu sənət əsəridir. Bunun içinin gülləri əllə çəkilibdir. Başa düşürsünüz? Bu təmiz mərmərdir. Orijinaldır bu. Başa düşürsünüz? Bunu mən niyə dəyişim ki? Mebel bunların içine yığılanlar gözəl duracaq. O çox qəşəng bir şeydir. Siz bilmirsiniz, amma mən bilirəm də. 3D deyil, 4D'dir. Ben görmez, kartıma pul gəlir. Rabitə bankdan 20 manat pul gəlib ma. Kimə atılmaz bunu? Allah başından tüysün, Allah cibini dolu eləsin, Allah ürəyinə görə versin. Çox təşəkkür edirəm. İnternetim getdi. Donmamışam ha uşaqlar. Donmuşam. Hə, Rabitə bankdan ma kimsə 20 manat atıbdı. Kim atıbsa Allah başından tüysün, Allah ürəyinə görə versin, Allah min qat əvəzini versin. Allah başından tüysün. Nə niyyətin var Allah qəbul eləsin. Çox sağ ol, çox minnətdaram. İndi mən bu pulumu yığıram, qumalaşam. Allah haqqı bax. Və mənim ki, izləyicilərinə gizlin heç nəyim yoxdur. Bir nəfərdə 85 qəpik atıb geri qayıdıbdır. Kartda adları göstərənmərəm, o şəxsi bilgilər getdiyinə görə. Amma belə göstərəcəm. Baxın uşaqlar, 215 manatımız oldu, 20 manatda kartımıza gəldi. Baxın. Çox sağ olun, Allah başından tüysün. Cibin dolu olsun, minnətdaram. Allah ürəyinə görə versin. Uşaqlar, 50 manat kamazda 300 manat qum eləyir. Nə qədərimiz qalıbdı bizim? 215 manat. 4-5 gündə yığırıq bu pulu. İnşallah yığacaq yavaş-yavaş. Mərmər mən verim, reklam elə. Baxın, bir mərmər səhifəsindən gəldi yazdana. Bu nədir? 135 manatımız qalır. İnşallah yavaş-yavaş yığacaq. Mən attım 20'ni. Çox sağ ol, Allah başından tüysün, cibin dolu olsun, Allah ürəyinə görə versin. Allah min qat əvəzini versin. Nə niyyətlə atmışsan Allah qəbul eləsin. Bu oruçluq günü Allah səni var eləsin. Çox sağ ol, Allah günahlarımızı bağışlasın.
Ne kadar çok. Hamamın gösterim diye belədir. Bura Vazderilkadır, Vazderalka. Orada hamam tualet. Buranın ortada qapı olmalıdır. Burada da qapı olmalıdır belə. Bir qapı burada, bir qapı orada olmalıdır. Vazderalka da ora. Bura Vazderalka, orada çimmək yeri. Yo, da bu qutardı işim uşaqlar. Hamamda işim qutardı. Belə olacaq kuxnam. Hamam. Bura dırt yeridir. Bura çimmək yeridir. Burada şeydir. Su gedən yerdir. Burada qapı olacaq. Burada umvalnik olacaq. Burada da paltar yuyan olacaq. O umvalnikin yeridir. Orada paltar yuyanın yeridir. Üst olun. Yox, hayır, imkanı çatmadı. Allah çatsa eləyəcəkdir. Qutardı da. Sadəcə qız çox istəməm. Və mən də istəyərəm də, evlənəm də, istəyərəm qəşəng olsun. Alınmadı. Nəhayət. Belə elədik. Heç buna da şükür, hayır, çox. Heç bunu tapıyanlar da var. Şükür. Mən şükür edirəm adama. Nəm çəkəcək. Heç anam da hamam belədir, nə olur? Əlaqə necə saxlayayım mərmərə görə? Sizə takip atıram, direktdə yazın. Amma valla mən siz belə səhifələrə cavab qaytarmıram da. Yəni, əgər normal səhifəniz varsa, mərmər səhifəsi, nəsə belə bir reklamla bağlı nəsə səhifəm varsa, o səhifə ilə yazın. Mən belə sıfır takip, sıfır nə bilim, belə səhifələrə cavab qaytarım. Yəni, takip attım, yazarsan, əgər varsa elə səhifəmiz baxaram. 1 manat gəldi ABB-dən, çox sağ olun, cibiniz dolu olsun. Allah minqa təvəzzüm versin. Mən pəncərəni siləcəm uşaqlar, siz də mənə baxarsınız, yaxşı. Mən qoyub gitməyin də, mən tək qoymayın. Gəldi sadə qız 1 manat, Allah var eləsin. Dima, söyürlər səni at bloka. Məni söyən anasına gitsin, bacısına gitsin söyüş. Üz evindəkilər arvadına gitsin. Da bundan artıq nə deyim? Demək ki, təzdən söyəcəksə, demək ki, o mozakistdir. Mozakist özünü söydürmək istəyir. Onu nə deyim mən? Xalq cəmaat var burada, millət var. Mən ona nə deyim? Emin Fərid, çox sağ ol. Aboyum var da uşaqlar, aboy vurmağa imkanım yoxdur. Deyə aboyum deyə o karıfqanın içindədir. Amma vura bilmirəm. Çünki ən birinci patolog düzəlməlidir. Patolog. Sonra aboy vurulmalıdır, su iş qutardı. Mənə buranı düzəldib qutarını başa gətirməyə mənə bir 5 manat lazımdır. Patologudur, işıqlarıdır, divarıdır, usta pulusudur, materialıdır, bir 500 manat dənəsindən lazımdır. Qoy qum alacam, qum alım. Yavaş-yavaş, tələsməyin. Hələ quma pul yığıram. Qum neçəyədir? Bir konu 100 manatdır. Bir konu 100 manat. Mən 3 konu alacağım. 50 manat da şeydir. Kamaz. 350 manat. Kimsə mənə 1 manat atıb, amma gəlib çıxmır. Deyə gəldi çıxdı. Ceyran xanım 1 manat atıb. Mənə çox sağ olay Ceyran xanım. Allah başından dursun. Cibin dolu olsun. Nəyimə xanım gördünüz, dedi ki 4-cü saat günü gələcək deyim evə. Gəlsin, qəşək təmizliyim eləyim, anyonlarımı yığım içinə. Qəşək zalım da həm boşalsın, orada paltarlarım zadım var. Qəşək. Sonra gedək Gəncəyə. Qızlar, gəl plan qurağında, uşaqlar, Gəncədə qızlardan kim var? Mən Gəncəyə gələcəm hər həftə, hər bazar günü. Qızlar, gəlin, orada dost olarım da, dost tapağın özümüzə. Mən də gələndə oturarım eləyəyim, dost olarım da, amma səmimi dost. Mərdim azar dost yox. Mən elə dostam ki, mən kimləsə dostluq elədim, son qətiməçliyimi çıxarıb verəm ona. Elə bilginən ki, ürəyimi verirəm,
problemi olanda canımı qoyuram ondan ötəri. Amma heç bir dostum indiyənə kimi Mahi ilə bir hərəkətlər eləməyirdi. Mənə orijinal dost lazımdır, fake dost yox. Bilsən nətər dost? Ləyaqlı dost. Məsəl üçün, ay büyüm başqa bir adam tapdım, yox, bunu atım, buna əyaq verim, elə yox da. Adamdır da, indi adam sosiallaşmalıdır, yeni dostlar tapmalıdır özünə, yeni adamlar. Məsəl üçün, özümə bir şeydir, bir 40 illik dostum var mənim, təzə bir dost tapdım, bu birisinə əyaq verim, o birisi gözləmədədir, qoy gözləsin, o mənim 40 illik dostumdur. Xətrinə dəysən də, qəlbinə dəysən də, qoy gözləmədə qalsın. O mənim dostumdur, bir 20 ildən sonra yenə barışarıq. Elə dost istəmirəm mən. Mənə ləyaqlı, mərkətdə orijinal dost lazımdır. Gəncəyə də gələcəm hər həftə. Forestdə meyvəyə. Qızlar da kim istəsin dostluq eşək. Dost olarıq, tanış olarıq. Divanda yatıram həm. Ceyla xanım, pul atmışsan mı? Dıngıldamayır telefon. Çox sağ ol Ceyla xanım, təşəkkür edirəm. Ceylan xanım. Və mənə pul gəlmir və ha Ceylan xanım. Bir manat atmışsan ha? Çox sağ ol canım. Allah başından törsün, cibin dolu olsun. Ay sonra alma yiyirəm. Həyatı boyu alma yeməyən, alma sevməyən mən alma yiyirəm. Allah ürəyinə görə versin. Bir otağım var, yox. Mənim elə qoxunam yataq otağım boydadır. 6'nın 4'ə. Salam. Mənim qoxunam polnu zal studiya kimidir, nə boydadır. Hayır olsun, çox sağ olun. De 2 manat gəldi, Suğra. Oy, Suğra adına qurban olum. Hanı Suğra? Sira. Çox sağ olay Suğra. Həmişə yadımda, adın da yadda qalandı. Həmişə dəstək olmuşsan da mənə. Allah başından döysün. Allah ürəyinə görə verir. Nə niyyətlə atdın, Allah qəbul eləsin. Spalning yoxdur, Spalning gələcək. Üzümüzə gələn həftə, 4-cü zat günü. Hamınızın qabağını bölüm, hamınıza qurban olun. Ne yaxşı ki varsınız, ne yaxşı ki həyatdasınız, ne yaxşı ki siz mən sizi tanımışam. Az sizə qurban olun, az sizə qurban olun. Az oruçluğunuzu Allah qəbul eləsin. Az oruç tutanlarınız varsa Allah orucunuzu qəbul eləsin. Allah hamınızın günahlarını bağışlasın. Allah hamınızın köməyində tutsun.
dursun. Oruç tuta bilməyənlərin Allah köməyində dursun. Allah ona şəfa versin. Allah köməyində dursun. Tez sağalsın. Oruç tutanların orucunu Allah qəbul eləsin. Hamınıza qurban olub. Hamınızın ayağının altında ölmez. Sizden qabağınızda baş eğirəm. Bak, keçəlim mən. Bak. Başımı dəqiqə yerə deyişir. Bak, o qədər baş eğirəm qabağınızda. Nəzakət xanım 3 manat atıb. Nəzakət xanım da aklımdadır. Həmişə o da mənə dəstək oldu. Çox sağ ol Nəzakət xanım. Xədicə xanım da 1 manat atıbdı. Çox sağ olun Xədicə xanım. Allah qəbul eləsin. Nə niyyətlə atırsınız? Mən tuta bilmirəm. Eybi yox. Fitrə fəsadını atarsan mənə. İlanç canım. Fitrə fəsadı çıxardıb atarsan mənə. Sən imkanlısan ha, İlanç. Sən imkanlı adam. Sənin fitrə fəsadın çox bahalı olar biraz. Sən qəlbi quruşla fitrə fəsad çıxartmazsan. Sən gör bir ilin günahlarının hamısını çıxartmalısan. Şimdi günahlarınızı mənə atırsınız. Sizin günahlarınızı mən üstləndirəm. Soğun bir. Allah kiməyində dursun. Salam. Sağ ol. Harada olursan sən? Mal saxlayırsın? Yox, telefon altına. Sağında sağında. Sağ getsin. Sağ ol. İnşallah iş tapdım, sana 5 manat atarım. İnşallah taparsan, 5 manat lazımdır. Yol pul eləyərsən, başın götürüm. İş tap, işte inşallah. Yol pul eləyərsən. Aysun xanım 5 manat attı, gəldi. Çox sağ ol Aysun xanım, teşekkür edirəm. Leo'dan 1 manat gəldi, çox sağ ol. Çox sağ olun. Ramilə xanımı 1.44 attı. Allah başınızdan tüysün. Ne niyetle atırsınız Allah qəbul eləsin. Allah ürəyinizə görə versin. Minnətdaram. Şu anda 230 manatımız oldu. Ne qədərimiz qaldı? Quma. Ne qədər pulumuz qaldı quma almağa? $500 manat ne daha az? Şeydir. Qum 350 manatdır. 300 manat qum eləyir, 50 manat da kaması, 350 manat. Konu 100 manat da qumu, 3 kon alacaq. 120 manatımız qaldı. Deyirəm ölmürsən də. Ən iyi ölürəm. Ən iyi ölürəm. Bax səni Allah vursun. Bax səni oruçluq vursun. Bax yeri göğü yaradan işini niye karıştıran ay kafir. Ay kafirullah. Ay kafirullah. Niye onun işine karışırsın? Bak o senin işine karışır. Yok. Bak yerin göğün tek sahibidir. Bak oturup göğlerde. Göze görünmezdi. Göğlerdedir. İşine karışır senin. Yok karışmır. Deyir ki düz hayatını yaşa. Ve sen onun işine niye karışırsan? Ölüp gitməyimiz ona məxsusdur da. Apoxunla yiyən. Niye karışırsan? Yirgi düz işinlə məşğul ol da. Mən Allah'ım inanın tamam inşallah. Botoksum gevdeni qaşımcı belə olur. Az bir adam tapanmadım, başı reklama botoks eləsin məni. Kişi 8 nöqtə zat vursun, botoks şey belə. Amma yox botoks eləməyəcəm uşaqlar.
Botoks ya da eləmirəm, istəmirəm. Botoks eləmirəm. Eləməyəcəm, qoy belə qırışım, belə qal. Hə, eləmirəm, eləmirəm. Yadımdan çıxmışdı eləməyəcəyimi. Bilsən niyə eləmirəm? Deyirəm onlardan birdən bir reklama bir adam çıxar, məsələn bir cərrah çıxar, deyər ki, gəl şeydir, gəl mən səni əməliyyat eləyim. Bax bu qaşımı mən bax bir dənə bax şeydən istəmirəm uşaqlar. 2 qaşımın ikisini də istəmirəm. Bircə dənə bax bu qaşım. İndi botoksum yavaş-yavaş getdikcə bax gözüm belə qalacaq. Bircə dənə əgər cərrah tapsaq, reklam eləsə, bircə dənə bax bu qaşımı bax belə eləsin, vəsiyo qutarsın, getsin. Bax bircə dənə bunu. Bu tərəfi, sağ tərəfimi. Bu tərəfi istəmirəm. Bir dənə bax bu tərəfi. Bax bir dənə bax bu qaş arası, bax saç arası, bax bunu belə eləsin. Lazım deyil. Kül başına botoksum hələ biraz var, bilmirsən. Birazdan bilirsən nə qaracaq? Bu qalxacaq, burada duracaq, bu da yeni burada duracaq. Bax belə qalacaq. Zeylərin qırılsın, çəpəntayı qalacaq. Niyə ilə bunu? Bu lazım deyil mənə. Mənə lazım olan qaş budur. Düşür, bax belə qalır. Bax belə qalıram. Asimetrikiya var da üzümdə. Mən indi 2 qaşımı yox, bir tək qaşımı əgər əməliyyat həkim tapsam, pulsuz eləsə, bunu qaldıracağım bax belə. Amma botoksum tam getməlidir mən onu qaldırmaq üçün. Ona görə botoks eləməyəcəm. Saç ekdir. Saçlıdan ay baş, neyinəm saçı? Bir gül kimi saçım var. Saçlıdan, biri var saçın olmayan, keçəl olasan başqa söhbət. Əgər nə var da, əsas odur ki var. Bax bu tüy var başımda. Arvadsan, nereye gedəsən? Belə boynu yoğun qardaşım varsa, qardaşımla yəni həyatı qura bilərəm. Problem deyil. Belə görürüm sizlər də kişi ilə evlənir. Problem deyil. Boynu yoğun qardaşımla yəni həyatı qura bilərəm. Elçi gəlmək istəyirsiniz mənə qardaşına və utanıb yerə girməyəsiniz az. Kişi ilə evlənir. Utanıb yerə girməyəsiniz və cəmaatçı ilə tərəf çıxarsınız. Və deməyəsiniz, mənim o boynu yoğun qardaşım, milli millət deyəcək, o boynu yoğuna bax. Və utanmayasınız. İndi sən transdan əmələ gəlmişsən, deyiləmi? Az yox, mən sizin aliyə gəlib düşənmərəm. Mənəm bir dilli adamam, gəlib siz orada cır-cır eləyəşəm. Qəpik gəldi. Çox sağ olun. Könül xanım atdı. Allah var eləsin. Ay Könül xanım. Az bir 85 qəpik yatmışlar. Gəlmədi, geri qayıtdı. Amma bu 40 qəpik gəldi. Çayım biraz qızsın. Suya çay verin. Ay uşaqlar, bu da şeydir. Bax uşaqlar, siz də mütləq ay uşaqlar, kimin evində var, kimin evində mundan var, pastanır. Kimin evində var? Kimin evindəki pastanıfdır? Hay. Kimin evində var pastanıfdır? Bizdə. Sizdə eşidirsiniz məni. Gedin alüminium var, alüminium pastanmır, alüminium material var. Bir də bax belə çıxardıblar. Bunun üstü uşaqlar şeydir, paslanmayan bax, üstü şeydir də, kapılamadır. Bu nə deyirlər? Şunur kimidir. Başa düşdünüz? Bundan gedin alın. Bizdə pastan. Hə, gedin ondan şeyləyin. Bundan alın. Pastanmır bu. 85 manat. Bu 85 manat. Doş şuna. 3 manat gəldi ABB-dən, çox sağ olun, Allah var eləsin. Bir də 64 qəpik gəldi, yenə Aysun xanım atdı. Aysun xanım çox sağ ol. 3 ayda almışam, ücret pasta. Almadan onunla, dəmir material alma. Deyib elə kapılama al, kapılama. Belə şey al. Bax, uşaqlar, bax, mən burada çiməcəm də, düzdür. Bax, burada duracağım, belə. Bax, burada duracağım, belə çiməcəm.
İndi mən bunu hara vurmalıyam ki, mənim əlimin altında olsun. Buradan şampunu götürüyorum içini. Bax elə bax bura eləmi? Eğer bura vursam uzaq olacaq. Gəl suyun altından çıxam, gələm buradan götürəm. Amma bura çiməndir məsəl üçün. Bax burada tuşun altında çimirəm. Buradan belimi götürəcəm, çiməcəm. Amma bu divə də vursam, bura girəndə görsənməyəcək. Bax bu divə vursam, əgər bu divə vursam, bu görsənməyəcək. Görsənməsə daha yaxşıdır, eləmi? Görsənməsə daha yaxşıdır uşaqlar. Burada mehrabanlıq saram. Bax belə, hündürdən vuraram ki, mehraban yerə dəyməsin. Eləmi? Su da dəyməz bura. Bura yaxşıdır ki, su da dəyməsin. Mehraban burada olanda orada çiməcəm, bu su dəyməyəcək bura. $85 manat alır. 18 manat almış. Hə, burası su dəyməyi yerdir. Həm də bu şeydən pastanın materialı deyil, bu başqa materialdır. Nə yazıq? Demə, bu 4-cü ildə sonuncu olsun. Uşaqlar, sizi əmin edirəm ki, mənim sonuncu evimdir. Allah haqqı sonuncu evimdir. Mən bir evimi satmaq istəmirəm. Vallahi. Çünki yeri də gözəldir. Da bundan yaxşısını gedib hardan tapacam ha uşaqlar? Ha? Bundan yaxşı yer, bundan yaxşı ev, ondan sonra bundan ləyəqsin hardan gedib tapacam? Da bundan artıq bunu satıb gedib başqa şey eləmək istəsəm də o qızıqmış dostdur. Da bundan artıq mən nə verə bilərəm? Bax bundan başqa qəşəngini mən hardan tapacam? Mən nə verəcəm? Da bundan artıq nə olmalıdır ki? Nə ola bilər ki? Da en gözəli, en artığı, en qəşəngi budur. Pisi bitdi. En güzeli, en artığı, en geçerli bu baş. Ben seni gördüm ay ışığında, gönlümü verdim ay ışığında. Tez geldi hicran, ayrıldı ama ay ışığında, ay ışığında. Tez geldi hicran, ayrıldı ama ay ışığında, ay ışığında. Tez geldi hicran, ayrıldı Uşaqlar, canımı bağlayıram. Görüşərik də gözəl izləyicilərim. Məni takip eləməyən zəhmət olmasa buradan mənə takip atsın. Mən canlı yayım açanda sizə bildiriş gəlsin. Video paylaşmışam maşallah, nə olar girin videomu. Videom keşfete düşmüyor. 2000 kadar baxın. Maşallah video paylaşmışam, onu görmürsünüz. Qabağınıza çıxmır bacı. Bəlkə də spam gəldi. Bu gedim silim. Getdim ay uşaqlar, özünüzə yaxşı baxın.